şən Allahümme sallallahu Allahümme sallallahu Allah rahmet eylesin. Allah rahmet eylesin. O sesini ses verdi, harayına haray verdi. Onun kimi minlərlə vətən olub birlikdə, hamısı birlikdə bir qardaş kimi, bir döyüş yoldaşı kimi vətən müdafiəsinə yollandı. Təbii ki, Nafiq kimi şəhidlərimizin şücaəti, əzmi, mühürlüyü sayəsində torpaqlarımız tamamilə işğal olundu. Onlar düşmənin qabağını kəsdilər, öz sinələrini düşmən gülləsinə siper edədilər və nəticə etibarı ilə şəhidlik zirvəsinə uzandılar. Amma bununla da bitmədi. O zirvədə onu yaşadan bütöv bir Azərbaycan xalqı. İstər bizim vətənimizdə, doğma elimizdə, obamızda yaşayanlar, istər dünyada, bütün dünyada yaşayan Azərbaycanlılar. Bəlkə də Nafiqin adını eşitməyiblər, bəlkə də sizi tanımırlar, amma şəhid deyəndə təbii ki, bu hamısına şamil olunur və onun əziz xatirəsi bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Ona görə də şəhidlərimiz bizim üçün həmişə əbədi yaşayan insanlar. Və Allah sizə səbir versin deyirik. Amin, amin, amin. Uzun illərdir övlad ilişkiyle yaşayırsınız. Amma əvəzində 4 il, oba, bütün şəhidlərimiz, hər biri sizin üçün bir övlad. Yəni, bir itirib min qazanmışsınız sanki. Bütün Azərbaycan xalqının, Azərbaycan millətinin, damarında Azərbaycanlı damarından hər bir kəsindir. Amma artıq əminəm ki, Nafiqin də ruhu şaddır. Sizlər də ürəyinizdə böyük bir təsəlli qazanmışsınız. Artıq torpaqlarımız işğaldan azad olunur. Onların qanı yeri qalmadı. Zəhmətləri hədər getmədi. Onların başladığı bu şərəfli yolu bugün Bəxtiyarın doğumunu qeyd edirik. Bəxtiyar və onun timsalında bütün şəhidlərimiz layiqincə davam etdirdilər. Xalqımızın, millətimizin adına layiq davam etdirdilər. Ölkəmizin, obamızın adına layiq davam etdirdilər və böyük bir qələbə qazandılar. Bu qələbənin qazanılmasında Nafiq və onun kimi digər bütün o 91, 92, 93, 94, 89-cu ildən başladı bu hadisələr. Hamısının zəhməti var. Elə qələbənin belə deyək, əldə edilməsində onların böyük əzmi, şücaəti var. Onlar da o yol davam edir. Onlar da cəbhə xəttinə yollananda təbii ki, böyük bir qələbə ümidi ilə yola düşmüşdülər. Böyük bir inamla. Amma indi həmin dövrdəki çətinlikləri hamı bilir. Həm vətəndaş müharibəsi gedirdi, böyük həcməcli idi. Cəbhə xəttində maddi texniki bazı zəif idi, sosial təminat zəif idi. Ona baxmayaraq onlar sona qədər döyüşdülər, sona qədər öz iradələrini ortaya qoydular və nəticə etibarilə bugün müstəqil Azərbaycanda yaşayırıqsa, bu bütün şəhidlərimizin hesabınadır. Təkcə 2-ci Qarabağ müharibəsi ondan sonraki dövrdə deyil, hər birində. Ona görə hər birimizin qarşısında baş əyirik. Allah bütün şəhidlərimizin şad eləsin. Amin. Allah hər birimizə səbir versin. Ne diyebilirik? Arzumuz, niyetimiz odur ki, biz şəhid ailələrinin evindən, qapısından hər zaman şad xəbərlər, xeyir sədalar eşidək. Hər zaman artıq o dövrür ki, xeyir işlərdə birlikdə toplanaq, yığışaq. Amin. Allah kömək olsun. Allah hər birinizə can sağlığı versin. Sizin sözünüz varsa biraz saqqal kimi buyurun. Onsuz da buradakı fərqli iştirakçıları heç bir fərqi yoxdur. Bu da şəhidimizdir, digər də burada olan uyuyan hər bir şəhidimizdir. Təkrarən yəni eyni şeyləri yəni deyəcəyik, ifadə edəcəyik. Sizə dəvət edirəm. Birlikdə gedək. Hər birimizi də orada davam edək. Sözünüz, tapşırığınız varsa buyurun. Sözü olan varsa yenə də buyursun. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah cəm şəhidlərimizə rəhmət eylesin. Fatiha versin hacı, davam edək. Azamın. Solan gülüm lay lay lay.
ağlama. Qara giyin yasını tut, ürəyini çox dağlama. Balam yardan ayrı düşüb, balasından ayrı düşüb, qan içində əzab çəkib, onu bərk-bərk qucaqlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Evinin çırağı sönüb, ümidin əsrətə dönüb, gözlərin qanla dolub, qurbanın olum ağlama. Nə olar ana, can ağlama. İncitmə balan yatır, sevgisi talan yatır. Ana şəhid. Əziz və hörmətli şəhid ailələri, hörmətli ailə iştirakçıları, şəhərimizin sakinləri, burada var şəhərimizin qonaqları, hər birinizi salamlayıram. Bugün növbəti dəfə hər birimizə doğma olan bir məkanda, şəhidlər xiyabanında, Vətən uğrunda canını fəda edən şəhidimiz Bəxtiyar İslamovun doğum günü münasibəti ilə onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirəm. Bugün təkcə Bəxtiyarın və Natiqin doğum gününü qeyd etdiyi, eyni zamanda onların timsalında tüm qəhrəman uğurların xatirəsini hörmət və ehtiramla yad edir. Onların bizə müqəddəs əmanəti olan qalib Azərbaycanı və bizə bəxş etdikləri bu həmrəyliyi nümayiş etdirir. Və bizlər, bizdən böyüklər, ata-babalarımız, onlar daha çox şahidi olublar torpaqlarda müxtəlif tarixi hadisələrin, böyük əhəmiyyətli hadisələrin, bizim tariximizdə faciə, soyqırım, belə deyək, kimi yadda qalan hadisələr. Ümumilikdə 100 illiklər, 1000 illiklər boyunca illərlə igidlərimiz, ərənlərimiz bu torpağı vətən uğrunda canını fəda edir. Bir çox hadisələr baş verir, tarixi və siyasi proseslər. Düzdür, zaman öz axarındadır, illər öz yerini əsrlərə verir, əsrlər minilliklərə verir. Elə hadisələr var ki, sənədlərdə, arxivlərdə qalır, kitablarda, nəşrlərdə qalır, biz onları oxuyub məlumatlı oluruq. Amma elə hadisələr də var ki, heç yox unudulur, hər zaman yaddaşımıza həkk olunur. Bayaq qeyd elədiyimiz o şəhidin xatirə tədbirində birinci Qarabağ müharibəsi, yaxın müstəqilliyimizi əldə edəndən sonra yaxın bir tarixi hadisə idi ki, hansı ki, Azərbaycan yağı düşmən tərəfindən, onun havadarları tərəfindən işğal olunmuşdur və biz iki hadisəni qarşılaşdırdıqda tarixi əhəmiyyətinə görə, döyüş əməliyyatlarının böyüklüyünə görə bizə Vətən müharibəsi. Hansı ki, Vətən müharibəsində şəhidimiz böyük şücaət və qəhrəmanlıq göstərdi. Yenə də qeyd edirəm, öz şəhid qardaşlarının yolunun aydınca davam etdirdi. Və Bəxtiyar özü gənc yaşlarından hərb sənətinə özündə olan vətənpərvərlik ruhu ilə, eşqi ilə yönəlmişdir. Cəmşid Naxçıvan qadına hərbi liseyinin məzunu olub, Azərbaycan Ali Hərbi Məktəbi məzunu olub. Mən əminəm ki, orada kursant olduğu vaxtlarda elə bir düşüncə ilə, elə bir ideoloji fikirlərlə yaşamışdı ki, hər zaman onun qəlbində, ağlında bir ən böyük arzularından biri o idi ki, məhz torpaqlarımızın işğaldan azad olunmasını görmək. Bununla yanaşı, öz döyüş təcrübəsini, əldə etdiyi bilikləri məhz döyüş meydanında sərgiləmək və onun döyüş əməliyyatlarından, iştirakından bizə gəlib çatan səs yazıları, hansı ki, qeyd olunmuşdur. Biz o səs yazılarına qulaq asanda, sonuncu dəfə ilə dünən yerinə qulaq asmışam, onun səsindəki o vətən eşqini, onun səsindəki vətən məhəbbəti, yanğını, hirsi, o döyüş təcrübəsini çox aydın hiss edə bilir. Təkcə onun yox, bütün şəhidlərimizin qəlbində bu vətənpərvərlik hissi çox yüksək olur. Hər zaman
əminik ki, digər şəhidlərimiz də onun kimi çox yüksək vətənpərvərlik eşqi ilə döyüşüblər və nəticəsi də budur. Artıq müstəqil, firavan, sülh şəklində bir şəraitdə yaşayırıq, sülh əmin-amanlıq içərisində yaşayırıq. Ona görə onların həmişə müqəddəs ruhu qarşısında baş əyirik. Onların qarşısında özümüzü bir mənəvi olaraq hər zaman borclu görürük. 30 ildən artıq torpaqlarımız işğal altında qaldı. Bizim öz torpaqlarımıza, Qarabağımıza, doğma şəhərlərimizə, kəndlərimizə, elimizə, obamıza, tarixi abidələrimizə, mədəni irsimizə qovuşmaq üçün, xarı bülbülümüzə qovuşmaq üçün minlərlə oğullarımız canından keçdi. O minlərlə oğulların ömrü yarımçıq qaldı. Minlərləsi sağlamlığını itirdi. Amma məhz buna görə də onların ruhu bizim üçün vətənpərvərlik hissinin ən ali məqamındadır. Onların döyüşü, şücaəti, əzmi bizim üçün ən uca mərtəbədədir. Artıq yüz minlərlə həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Tarixi torpaqlarımızı qayıdırlar. Orada böyük bir dirçəliş prosesi aparılır. Hərdən bu prosesin xırdalıqlarına gedəndə öz-özümə düşünürəm ki, bax, qayıdan insanlar o marşruta başlayanda mən əminəm. Necə ki, o bəzən video yazılarda gördük. Bizim böyük bir qələbə əldə edib qayıdan idmançılarımızı necə təyyarədə belə artıq vətən torpağına ayaq basmamış böyük nailiyyətlərini qeyd edirlər, təbrik edirlər. Mən əminəm ki, o avtobuslarda, o torpaqlara gedən hər bir insan bütün yol boyu Bəxtiyara, onun timsalında bütün şəhidlərimizə, onların valideynlərinə dua edə-edə gedirlər. Öz minnətdarlıqlarını ifadə edirlər. Bəlkə də kimisi ürəyində eləyir bu duaları, kimisi ağzında, qəlbində heç bir fərqi yoxdur. Əsas odur ki, Azərbaycan xalqı öz şəhidlərini, öz qəhrəmanlarını belə deyək, qədrini bilir. Bu ən azı içdən bir dua etmək, heç kim bilməsə belə onları xatırlamaq, onların ruhunu şad edir. Onların ruhu buradadır, bugün bizim yanımızdadır, bizi görürlər və bu kimi tədbirlərimiz davam etdikcə də hər zaman əminik ki, onların ruhu şad olacaq. Onları xatırladığımızı bildikcə, gördükcə. Bizim təbii ki, vətən qarşısında, millət qarşısında, öz qarşımızda, yəni öz vicdanımız qarşısında ən böyük mənəvi borcumuzdur. Allahdan sizlərə səbir diləyirəm, əziz şəhid ailələri, şəhid anaları, ataları, şəhidlərimizin əzizləri, dolmaları, salihləri. Sizə uzun ömrü, can sağlığı arzulayıram, bütün əziz şəhidlərimizə. Və təbii ki, Allah dövlətimizi, millətimizi, ordumuzu, xalqımızı, Ali Baş Komandanımızı qorusun, bütün müharibə iştirakçılarını qorusun. Hər birinin döyüş meydanında sərgilədiyi hünər, cəsarət bizim üçün əbədi olaraq yaşayır qəlbimizdə, xatirəmizdədir. Və bundan sonra 100 illər boyunca da biz burada olmayacağıq, bizi dəyişən burada nəsillər əvəzlənəcək. İndiki balacalar, məktəblər, uşaqlar hamısı böyüyəcək. Məhz dayandığımız bu məkanda inşallah ki, bu ənənəni yaşadanlar üçün sizlər üçün də dua edəcəklər, şəhidlərimiz üçün hər zaman dua edəcəklər. Allah əsgər zabitlərimizi qorusun, xalqımızı qorusun, sizləri qorusun. Bu gün tədbirimizdə müxtəlif idarə müəssisələrdən iştirak edirlər. Elə hər iki şəhidimiz, hansı ki, bizim xatirə tədbirləridir, onlarla bağlı fikirlərini bildirəcəklər. Buyurun, Natil. Çox sağ olun, bütün tədbir iştirakçıları salamlayıram. Avtomatik qardaşımız olmaqla, Bəxtiyar qardaşımız Allahdan rəhmət edirəm. Doğum günləri Allah rəhmətində inşallah ki, qəbul olar, bizim ziyarətimiz. Allah əzizlərinə, doğmalarına, yaxınlarına səbir versin. Salihəm, Allah sizə can sağlığı versin. Anamıza Allah can sağlığı versin. Allah rəhmət edirsin. Sağ olun. Şəhid Səbəbəli Bəri xidmətə çağırıb üzrə dövlət xidmətinin şəhər şöbəsindən nümayəndələr iştirak edir. Şirvan şəhər hərbi komissarlığı adından bütün şəhidlərimizə Allahdan rəhmət edirik. Allah ailələrinə səbir versin. Məkanları cənnətdir inşallah. Allah rəhmət etsin. Sağ olun. Ali müəllim, buyurun. Bugün sağ olsun, mən söz verirsə görürüm. Allah kömək olsun, Allah razı olsun. Şəhid anaların qarşısında baş edirəm, onlara da Allahdan səbr arzulayıram, uzun ömür arzulayıram. Doğru da bugün iki şəhidimizin ad günü qeyd eləmək əlamətlər verməsi. Ya orada yazıq
kardeşimizin evladı yatırdı orada. Onun babanı biz görüp Allah'a dua edəndə bu dualar oldu. Sonra geldik bura Bəxtiyarın məzarının başında. Adı da Bəxtiyar. Elə bir ki, Natiqin intiqamı Bəxtiyar aldı. Natiq elə bir orada da bizi sevinir. Şəkildə baxırsan doğrudan da gülümsüyor bizi. Onların tökülən qanı yerdə qalmadı. Bəxtiyar kimi biz oğlanlar olaraq. Bu Önderin bir yaxşı sözü var, diyor ki, sadaqətlə cəsarət sonradan tərbiyə olunmur, sonradan mənimsənilmir. Gərək o insanın qanında olur. Sadaqətlə cəsarət bizim şəhidlərin qanında oldu, nəslində oldu. Çünki onlar həm vətənə sədaqətli oldular, həm də cəsarətli oldular. Ölümündən belə həyatlarından keçdilər. Adamın dilindən də həmişə Almanlar gəlir, ancaq ermənilərə qalib gəldi. Təkcə ermənilərə yox, Hristiyan dünyasının qarşısına bir səfər yarattılar. Onlar qoymurlar ki, daha da inkişaf eləsinlər, qayıtsınlar. Bütün bu gün Azərbaycan xalqının o xoşgüzəranə, azadlığı, səmamızın təmiz olması bu şəhidlərin əməyi nəticəsidir. Allah'a onlardan qəni-qəni rəhmət arzu edirəm. Analarına, atalarına da səbr arzu edirəm. Sağ olun. Arzu Məhəmməd, buyurun. Salamlayıram. İlk öncə Natiq qəhrəman şəhidimiz Natiqin və Bəxtiyar İslamovun yolu qarşısında baş əyir. Şəhidlərimizə Allahdan rəhmət diləyir. Onların ailə üzvlərinə dərin huzurla başsağlığımızı diləyirik. Məktəb kollektivi adına. Nə qədər ki, qəhrəman Azərbaycan xalqı var. Onun suverenliyi, azadlığı uğrunda canlı fəda edən bütün qəhrəmanlarımızın əziz xatirəsi daim. Allah Çox sağ olun. Allah özünüzü müşahid etsin. Siz sözü olan varsa buyursun. Allah kömək olsun, Allah hamımızdan razı olsun. Çok sağ olun. Allah size sözünü etsin. Her zaman ben sizlere uzun ömür daha sağlığı arzu ediyorum. Her şeyden evvel. Ona göre ki her birimizin bir məqsədi, bir amalı var. Şəhidlərimizin Allah nə qədər ömür bəxa eləyibsə, öz övladlarınızı o qədər özünüzlə belə deyək, xatirəsinin yaşanmasında bir iziniz olsun. Çünki müxtəlif yerlərə, bölgələrə səfərlərimiz olur. Birlikdə getmişik, gəlmişik. Mən avtobusdan düşəndə dəfələrlə şahid olmuşam ki, şəhid analarının ilk etdiyi hərəkət övladının şəklini götürməkdir. Oradan onun şəkillə düşməkdir. Məhz olduğu hər bir yerdə o boyunbağları, hansı ki üzərlərində daşıyırlar, şəhidlərimizin şəkilləridir, əllərində olan şəkilləridir. Olduqları hər yerdə, hər bir rayonda, bölgədə onunla bir şəkil çəkilməkdir. Sanki öz övladı ilə orada şəkil çəkilir. Sanki yarım qalan arzularını onun şəkilləri ilə ifadə edir. Hər birimiz üçün çətindir. Mən o hadisələrin şahidi olanda təbii ki özümü güclə saxlamışdım. Allah ruhunu şad eləsin hər birini. Allah hər birinizi səbr etsin. Hacı bir Fatihə versin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Esselamu aleyke ya sahibil kâbet. İlâ ruhil merhumil mahfuril ma'lum. Ve bihaki Muhammedin ve ali ve bil Fatiha'tine. Bismillahirrahmanirrahim.